Salam xanımlar, yeni bir gündən hər birinizi salamlayıram. Necəsiz, həmişə yaxşı olasınız əzizlərim, şükürlər olsun, mən də bugün yaxşıyam. Dünən 2 gün çəkiliş etmədim. Çünki dünən də yenə adi, yəni hər günkü kimi təmirli gündür, belə iş gedir, yemək, belə yenə necə deyim, nəsə yoxdur ki, maraqlı çəkəm. Elə bugün də həmin günlərdən biridir, amma nədənsə bugün dedim kameranı açım, nə bilim çəkiliş edim. Çünki mən çəkərkən səhərsi günü paylaşım etməsəm də həminki videonu, amma hardasa elə bir sizinlə söhbət edə iş görmüş kimi oluram. İndi mən ustam gəldi xanımlar, səhər yeməyi yemişəm, indi qablar hələ durur yuyacam. Usta gəldi, elə həyəti süpürürdüm. Darvazanı da açıb yolda süpürdüm biraz, qapının yanlarını. Elə ustamız gəldi, tez evə qayıtdım. Əslində ipdəki paltarları da yığmalıydım, qurumuşdular. Amma dedim yox, o gedim çayı hazırlayayım. Bu da çayın, ustaya çay aparım, sonra da işlərimi davam edim. Burada yenə bizim usta daha çox kəndlə çay içir. Bu da konfetdir, belə şokoladdır, belə. Bir də axırıncı paçka yoxa var, onu da isladacağım, daha aldırmayacağım xanımlar. Yəni o da bir əlavə iş kimi olur da, İş çoxdur deyə, inanırsınız, mən çəkiliş etməsəm də, indi bax, yenə bugün də çəkiliş edəcəm, bilmirəm nə qədərini gündən. Sizə evindən mətbəxdən çəkiliş edirəm, belə xırda para, belə gördüyüm işləri çəkmirəm. Çünki hər an, hər saniyə, hər getdiyim otaqda belə gördükcə iş, telefonu açmaq alınmır da, elə bil. Yalnız mətbəxdə çəkiliş edirəm. Və bu çörək islatmaq da bir iş kimidir. Hələ ki dayandıraq düşünürəm. Nə bilim, birdən Rauf da qəfildən özü alıb gətirir, heç mənə demədən deyər, gətizdirər. Amma məndən olsa istəmirəm, hələ ki bu qədər bəsdir. Əslində qaz plitəmizdə axşam silməmişəm xanımlar, üstümüzə 1000 kərə sağlıq. Dünən axşam yeməyindən sonra elə bil ki, biraz yaxşı olmadı halım. Biraz Rauf mənə çıxartdı, getdik, gəzdik, gəldik. Ona görə qaz plitəsidir, çaynikdir, yumadım. İndi bu çayı hazırlayıb, çayniki də yuyacağım. Qaz plitəsini də siləcəm. Altını yandırmışam. Şimdi bir dənə çayın suyunu töküm. Bunun qapağı yaxşı oturmur üstünə. Hə, xanımlar, siz nə yenirsiniz, necəsiz, yaxşı olasınız, bilmirəm, bu yeni vlog olacaq, yoxsa çəkilişlərin davamlı olaraq çəkirəm. Baxıram, sonra vlog hazırlayıram. Bir vloga nə qədər yerləşirsə 30 dəqiqə, 40 dəqiqə təxmini belə hesab götürüb paylaşım edirəm sizlərlə. Belə xanımlar, bunu da üzərinə su töküm və çayı da açmalıyam, boşaltmalıyam. Bu çay qabı boşalıbdır xanımlar. Belə, burada da kartof soğan gətirmişəm. Rauf dünən sədərəkdən işdən gələndə göbələyi almışdı, 2 kilogramdır. Və belə xırda çeridən biraz böyük pomidorlardı. İndi səhər yeməyində yedim. Çox qəşəng şirin dadlı pomidordur. Belə və göbələk alıb, o göbələyi bişirmək istəyirəm bugün günortaya. Belə ümumiyyətlə yemək olaraq bişirmək istəyirəm, amma belə soyuducuda yeməklər də var xanımlar. Cəsurda evdə elə az yeyir deyə yeməklər də qalır. Dünən də çıxıb elə dayısı gilə gedib, biz evə gəlməyib. Yeməklərimiz var, amma yenə də sveç olaraq, həm də göbələyi saxlayanda daha da qaralır. Ona görə istəyirəm, bu 2 kiloqramdır. Elə kartoşka ilə soğanla qovuracağım və belə alıb gəlmişdi, amma axşam elə mənlə çıxdıq. Məni apardı ki, biraz hava üzünə vursun da, belə biraz narahat idim. Elə smetan da aldıq. Bunu qovururam, yağ soğanla. Kartoşka da az əlavə edib qovurursan və yeyərkən üzərinə smetan əlavə edəndə çox dadlı olur xanımlar. İndi bunu da qabığını soyub təmizləyib, bugün də bunu da pişirim. Axşam Cəsurda evə gələcək, o da xoşlayır göbələyi. Belə əzizlərim, nə bilim, evdən belə çəkilişlər etməyə çalışıram. Düşünürəm ki, videosuz olmasın. Bir gün çəkmədim, dünən də bilirəm ki, nələr itirdim. Amma əslində telefonda nə qədər videolar var. Onlar da bu aralar siz gördünüz də, yəni çalışıram hər gün, gün aşırı. Hər gün olmasa da gün aşırı paylaşımlar edim. Telefonu boşaldım, çəkmişəm. Çəkdiklərimə də heyfim gəlir, amma telefonunda belə deyim də çox sui-istifadə etdim. Elə çəkirəm, yığılır. Çəkməyə asandır, amma montaj eləmək çətindir də. Vaxtı tapıb onu montaj etməyə
Hə, telefonu bu ara boşaldıram ki, tez-tez paylaşma edim. İnşallah sonra öz normama həftədə 2 dəfə, maksimum bəzən 3 dəfəyə keçəcəm. Belə çayı hazırlayım xanıma, sonra qaz plitəsini yuyacağam. Soyusun, qaz plitəsini yuyum, sonra da o tavanı axşam yudum, qazanı da, amma götürmədim də. Bilirsiniz ki, məndə şkafda o qədərdir, üst-üstə hər şey yığıram, yer sıxlığı var. Elə bura qoydum ki, düşündüm ki, göbələyi də səhər bişirərəm, elə bunda bişirərəm, ona görə götürmədim. Bu da termosumuzdur. İndi bir əllə iş görə bilmirəm, etmirəm. Bu, inanırsınız, bu bilirsiniz nə idi? Bu yoğurtun qabıdır. Mən getmişdim, qaynımla getdim, gəldim. Bundan öncəki çəkilişdə görmüş olacaqsınız. Qaynımla getdim, gəldim. O zaman yoğurt yeyiblər Nuray ilə Zəhra. Zəhra bunları yuyub oynadırdı. O yuduğuna görə də heyfim gəlib atmıram. Elə burada əlimdə istifadə edirəm. Nəsə belə durur burada. Bəzən su da içirəm içində. Qızım bunu yuyub təmizləyib də. Ona görə. İndi bu çayı da açım. Bu qaba nə qədər gedərsə yerləşdirim xanımlar. Hə, belə əzizlərim, nə bilim, qablar yuyulasıdır. Bu çayın altını söndürüm, qaynamasın. Orada dəmir isinmişdi axı. Hamısını yuyacağım, pis görünür, bilirəm. Qaz plitəsi batıb. Sonra dünən usta yeməyə falan, axşam tərəfi dedim ki, evləri toz soranlayım ən azından da. Bu pol kimi açıq yerlərdə silim də, pol olan yerləri. Nəsə özümü narahat elədim, dil etmədim xanımlar. Sonra da Rafişdən gəldim. Baxın, bura belədir, burada sökülüb ayboy vurulmalıdır. Rafişdən gəldi, dedi ki, bugün üçün qapıların hamısı, bu qapıların hamısı sökülməlidir. Sökəcəklər, bilmirəm nə qədərini çatdırarlar. Yəni evin qapıları çıxacaq. Bu qapılar o bir evə yerləşdiriləcək. Əsas birinci o evdir vacib. Oranın işi bitsin. Sonra bura qapılar alınacaq. Aboya vurulacaq. Bura aboya alınacaq. Bu o bir evin aboylarıdır. İndi ustamız orada nə iş görür? Bu evin birində bir otağa lambir çatmadı. Hə, Raf onu əlavə aldı, gətirdi. İndi bugün usta oranın lambirini vuracaq da, bilmirəm, başqa nə iş görəcəkdi. Hə, Raf işdən gələndən sonra qapılar söküləcəkdi. Mən də bu paltarları dünə yumuşdum. Bunları yığın baş üstünün həm qoruyublar. Hə, emulsiya da aldı, gətirdi. Daim oğlunda, Rəşadın da işi tam bitmədi. Emulsiya bir qat çatmadı. Başqa emulsiya ala bilərdi, nədirsə. Bu çəkilən emulsiya ilə eyni deyil deyə, fərqli olacaqdı deyə, iminlə bundan almağına görə, bax bundan, yəni ona görə biraz gecikdik. Yəni bir qat evin birinə, yəni bir qat çəkiləcək emulsiya. Nə vaxtsa Rəşad gələcək, yenə bizə sağ olsun, çox zəhmət qoydu. Allah köməklər olsun bütün, yəni belə usta kimi pulla da işləyənlərin, belə dost kimi, qohum kimi köməklik edənlərin də Allah hər birinə kömək olsun. Belə, əsasda Rəşad qaqam yaxşı işlədi, sağ olsun. Belə əzizlərim, mən də bunları da yığmalıyam. Bu çay aparım, verim, gəlim, bu paltarların da hamısını yığım. Heç inanırsınız, nə gülün zövqünü ala bilmirəm, nə o yana keçə bilmirəm. İnanırsınız, telefonu indi götürdüm. Bayaq da keçmişdim ora. Oranı süpürəndə elə ustamız gəldi. Göyərçinə baxın, burada ucu boşdur. Heç nə, quşunu uçurdub, yoxdur. Ucu taxtalarda nə vaxt lazımsa götürülə bilər. Belə, yəni ora keçə bilmirəm, nə güllərin başlarının, o solanlarını qırıb atmaq lazımdır ki, yeniləri çıxsın. Oranı görürsünüz, yaşıllıq, ot, bütün basıb oralar, nə qədər yağışlar yağdı, çox nəmlidir. Zəhra deyirdi, Sevinç xala, onları gülləri suluyum. Deyirəm, yox Zəhra, orada nə qədər su var, o su nə vaxt da çəkiləcək, torpaq o qədər nəmlidir yağışdan. Belə əzizlərim, o oturacaq stolunda ayağı qırılıb, bilmirəm, niyə qırılıb, nə bilim. Bəzən olur, qonşular da lazım ona da verirdik. Ona belə dəstə yığılıb. Ayağının biri qırıq idi. Elə onu da ora qoydum ki, atılsın. Gedəndə atarıq onu. İndi bax, həyəti süpürəndə gördüm, qırıqda qalıb kənarda. Onu da atmaq lazımdır. Hə, belə əzizlərim. Baxın, vaxtım yoxdur ki, mən oranı alasını təmizləyim belə. Həm iş baxımından evdə başqa işlər var, həm də üstünüzə milyon kərə sağlıq. Birdən nəsə belə hallarım gəlir, özüm yaxşı hiss eləməyəndə. Uca heç nə eləyə bilmirəm. Biraz suya karvalol əlavə edib içib özümü toxtuyuram. Nə qədər müalicədə ağsam, dərmanda içsəm, mənə karvalol elə bil daha çox yaxşı təsir edir. Onun nanənin ətri içirəm. Mənə rahatçılıq verir. Biraz oturur dincəlirəm. Deyirəm, uca işə dayandır. Heç nə eləmə.
Xanımlar, üstünüzə min kərə sağlıq olur da, nə bilim, nədirsə belə. Rəvan rəhmətə gedəndən sonra çox elə hallarım olur. Birdən həm darıxmağım olur, birdən o qədər belə istəyirəm Rəvanı, inans. Birdən elə istəyirəm, belə özümə deyirəm, orada mən necə yaşayıram? Nətər, yəni demirəm, niyə yaşayıram, yox. Yəni insanı Allah necə yaradıb, qurban olduğum. Yəni mən nətər bu həyatı da yaşaya bildim də, Rəvansız özümə o qədər belə qəribə gəlir ki, sonra deyirəm, yox, sən Allahın qərarına nəsə deyə bilsən, dözməlisən. Allah yaradıb, o yaradıb, o yaşayacaqlarımızı o bizə qərar verir də, yəni elə düşünmə, amma yəni mən nə bilim, yəni mən ailə həyatı qurandan sonra Rəvan dünyaya gəldi və həyatım ilə Rəvanla oldu. Mən də bilirəm, həyat budur. İndi birdən baxıram, həyat bir başqadır. Başıma belə başqa işlər qatır, belə təbii qatır, amma birdən elə gəlir Allah heç kimə, heç bir anı, heç bir qadına yaşatmasın. Heç kəsə yaşatmasın. Allah heç bir anaya, istər 80 yaşı olsun, 90 yaşı olsun, övlad itkisi yaşatmasın. Allah heç bir anaya, yəni ata-ana rəhmətə getsin, övlad atanın, ananın itkisini görsün. O elə bir ki, təbii kimi görünür. Amma heç bir valideynə övlad itkisi yaşatmasın. Yenə də biz belə deyirik, amma yəni qərar verən Allahdır, o bilir. Kimi nə vaxt yaradıb, kimi nə vaxt alacaq. Nə bilim, birdən elə sıxıntılarım gəlir, birdən belə bir cür oluram birdən. Nə bilim, belə xanımlar. Bugün bazar gündür, Nurayəsində evdədir. Dedim, yat dincəl, o qədər o dərsdə, kursdan çıxmaq istəmir, deyir, bilmirəm, onlar belə. İstiyikən tökdüm bu vasitədən üstünə, qoy elə belə hələ dursun. Çayı da boşaltdım xanımlar. Mən göbələyi təmizləyim, ona qədər dursun. Sonra yuvaram. Restiliyi getdi. Bura belə dursun, 5 dəqiqədə silib, sonra yeməyə pişirərəm. Prosta istəmirəm, üst-üstə axşam silə bilmədim deyə narahat hiss elədim özümü. Belə dursun bu belə. Və göbələyi də təmizləyim xanımlar. Dərmanımı içim, yeməkdən sonra içməmişəm. Paltarları yığdım ipdən. Onları da qatlamaq lazımdır. Amma birinci dərmanımı içim və yeməyimi hazırlayım. Saat 11 dostum bugün gec gəldi. Nəsə uşağını məktəbə aparırdı, imtihana aparırdı, nə etsə belə. Bunu mən içməliyəm. Belə xanımlar, dərmanım için göbələyi təmizləyim. Hə, onu deyirəm ki, mən bugün də evlər toz saranamayacağım yəqin ki. Axşam qapılar söküləcək, seyalına indi niyə əziyyət çəkirəm? Axşam sökülər qapılar, elə toz soranlayaram, süpürərəm, silərəm, xalçaları da götürərik axşam, məncə götürərəm. Hələ ki götürmürəm, Raf gəlsin görək, nə deyil, sökürlərimi. Zəhranın stəkanında içim. Hə, belə xanımlar, belə işlər, ev belə bir təridir deyə. Belə xanımlar, mən də bu dərmanım için və göbələyi təmizləyim. İlk olaraq. Xanımlar, qaz filtəsini sildim. Sildim mi deyim, yum mu deyim. Belə göbələyi təmizlədim, buradadır. Bu göbələyimizdir. Belə. Sonra soğanı, kartoşkanı soydum, yudum, doğradım. İndi yağını əlavə edim. Yağın qalan hissəsində o qaba yerləşdirəcəm. Bıçaqla kartof doğramışam. Yağa dəyməsin, çünki səhər yeməyində yeyilir. Bu yağ, prosta dedim, qoy bundan əlavə edim. Həm doğrayım, bilirəm ki, ora hamısı yerləşməyəcək. Mən ona yığmırdım, yox, bir qaba yığırdım. Niyə bundan çıxartmışam? O qaba hamısı yerləşmir, həmişə bir qısıq qalırdı deyə. Dedim, qoy bir qısıq elə bu yeməyə əlavə edim, qalan hissəsində. Mən buna yığırdım da, mən yolu çıxartmışam. Hə, buna.
nə qədərdir bu qablardan da yığmışam. Belə xanımlar, qovrulsun. Çaynikə də sürtdüm, içinə su da əlavə etdim. Qaynadım, bir stəkan bəlkə çay içim. Bu qovrulsun, ona qədər yağı götürüm, doğrayım, yerləşdirim və göbələyə doğrayım xanımlar. Dünən kartuşka aldım, maşın gəlmişdi. Böyük kulokdu, 10 manata verdi. Bilmirəm, içində indi 10 kilodur, 11 kilodur, 12 kilodur, heç soruşmadım. İnanırsınız, kilosu neçə iləndir. Belə gəlir, götürürəm, gəlirəm, sonra deyirəm, heç soruşmadım ki, neçə kilodur. Yəni, biraz şey oldum ki, pis oldum ki, yəni, çoxdur da, təzə kartofda çox olmağını elə istəmirdim. Maksimum 5 kilo almaq istəyərdim, amma orada 10 kilodan artıq idi, elə bil ki. Elə açdım kartuşkanı, elə kartofkasına tökdük. Təzə kartofdur. Amma evdə 2 dənə var idi. Öncəkindən elə onları doğradım, onlar bəsdir. Belə xanımlar, yağı yerləşdirim. Bu şəkildə doğradım, belə rahat olur, qablaşdırırım. Və səhər yeməyində yalnız istifadə olunur. Daha çox rahat istifadə edirəm. Mən səhər yeməyi elə də belə yağ, pendir falan elə yemirəm. Qayğanaq edərəm, nəsə belə də hazırlayaram özümə omlet kimi, yumurta ilə nələrsə. Amma köhnə o üsul şirin çay yemək, yağla pendir, şor, belə onları Rauf sevir. Rauf üçün əsl səhər yeməyi odur. Elə sevir o səhər yeməyini. Evdə bəzən pendir qutarır. Deyir ki, pendir niyə gətirməmsən axşamdan? O səhərdə xoşdur, pendir, yağ, pendir. Ona görə artıq sırf həyətdəki balon yox, evə də gətirib balaca qabda suda qoyuram pendir ki, əl-altda da olsun. Hər dəfə adam gedib əlini balona salıb çıxartmaq istəmir də, bir qədərini evə gətirib soyuducuya qoyuram. Belə göbələyi də həll eləyək xanımlar. Pəncərəni örtdüm ki, külək qazı uçurdur. Tez qızarsın, saat 1-ə qalıb 15 dəqiqə saat 2-yə mən həmişə yeməyi hazır edirəm. Asan olacaq, bişər saat 2-yə qədər. İndi bu doğradığım göbələyi əlavə edib, amma qarışdırmayacağım. Bu altında soğanla kartof qızarsın. Bir qədər belə doğradım, başqa qab bulamaq istəmirəm. Elə əlavə edim ora xanımlar. Davamını doğrayım, əlavə edim. Telefonu söndürüm. Taxtanı qaldırım, belə töküm bura. Belə əlavə etdim xanımlar. Və digər hissəsində doğrayım, elə üstündən əlavə edim. Xanımlar, doğradım, hamısını əlavə etdim. Üzərində duz əlavə etdim. İndi qarışdıraq. İndi bu gördüyünüz bu qədər 2 kiloqram göbələkdən bir damcı qalacaq. Bişəcək, hələ suyu çıxacaq, azalacaq. Bayaq fikirləşirəm, mən gərək fili də çıxardardım, əlavə edərdim. Hər cürü düşündüm, axa dedim, yox, elə yaxşı ki, toyuq filisiz etmişəm. Amma usta üçün istəyərdim ki, əgər günorta yeməyə qoyursansa, içində ət də olsun. Filinə də etmək olardı. Heç etməmişəm. Ona görə etmədi. Filini mən yalnız jülyen hazırlayanda əlavə edirəm. Gərək edərdim. Deyirəm, yox, elə uşaqların hər yeməyində filidir. Yəni, toyuq ətidir də, onlar onu sevirlər. Dedim, yox, qoy elə olsun, belə təbii tərəvəz olsun. Smetana yeyisim, lobya da var. Həm lobya da isidəcəm, həm bu göbələk. Belə. Bir neçə öncəki videoların birində bir bacımız yazdı. Mən lobyanı bişirərkən, bəli, yazdı ki, yəni siz çox bişirirsiniz yeməyi, israf edirsiniz və yağını da çox əlavə edirsiniz. Bacımız, yəni demirəm, yəni mən onu pis rəy kimi yox, sadəcə olaraq insan da öz düşüncəsini yazıb, mən də öz düşüncəmi deyim, yəni həm cavab verdim orada bacımıza. Mən düşünmürəm ki, mən bilirsiniz, çox bişirirəm, bəli, mən elə öyrəşmişəm. İndi hər kəsin öz avı, elə insanlar var xanımlar, indi hərə bir cürdür. İndi bişirim, bir damcı yeyim, gələn dəfə yemək yəndə yenə nəsə, sabah gün ortaya yenə təzə, axşama təzə. Normaldır, yəni elə sevir, elə xoşdur. Hər kəs öyrəşdiyi kimi yaşayır da. Mənim həm öz abu-havama görə, nə bilim, bəzən yaxşı olmuram, nəsə də insanıq, hərə özünə görə. Mən xoşlayıram ki, evdə yemək əlavə olanda, artıq olanda,
bilirsiniz, mən sizə vlog çəkərkən də baldızım rayonundan gəldi deyə çəkmişəm, qaynanam gəldi, düşdü videolara. Amma bəzən videolar axşamlar gələn gedənimiz olur. İndi qonaq deməyim, qonaq başqa bir şeydir. Qonaq üçün hazırlaşırsan, asıl bu süfrə hazırlayırsan, gələn gedənimiz çox olur. Mən xoşlayıram ki, evdə həmişə yeməyim olsun, təklif edirəm, yeyilir. Yeyilməsə də, məsəl üçün, səhərsi günə qalanda mənə daha rahat olur. Yəni bizdə bir yemək 2 gün yeyilir. Ondan artıq yeyilmir. Yəni 5-6 gün yeyilsə o da yaxşı deyil, köhnəlir. Yəni israf ona deyilir ki, əgər bişdisə, atıldısa, yeyilmədisə, hə, ya bişdisə, ya alındısa, qaldı xarab oldu, atıldısa, o israfdır. Çox alırsan, istifadə etmirsənsə, niyə onu çox alırsan, o israfdır. Yemirsənsə, niyə çox bişirirsən, əgər onu atırsansa, məncə o da israfdır. Amma əgər bir yemək ki, yeyilirsə, o məncə israf deyil. Çox bişirirsən, o israf sayılmır məncə. Və yağı da, yəni baxır yeməyə xanımlar, bizdə yəni yağ düşündüyümə görə yeməyə dadlı edir. Nə bilim, mən də elə düşünmürəm ki, mən çox əlavə edirəm. Bəlkə videoda elə görünür, onu da deyə bilərəm. Normaldır, yəni çox da yağsız da etmirim. Hə, onu da deyim ki, mən yağsız etmirim yeməyi. Normal edirəm, yağı yerində olur. Belə və xanım dedi ki, yəni mən orada kilo yarım lobya bişirdim. Xanım deyir, mən 1 kilo lobyanı 2 dəfəyə bişirirəm. Evdə biz 5 nəfərik, uşaqlar da deyəsən böyükdür da, Allah saxlasın. Yəni yarım kilo bişirib, yəni 5 nəfər yeyir. Yəni mən o öz qaydasıdır. Mən heç nə dedim deyə bilmərəm, amma bizdə elədir. Yəni 2 kilo da lobya olsa mən onu bişirirəm. Bu gün də yeyilir, səhərsi günün ya gün ortası yeyilir, ya axşamı yeyilir. Belə yəni mən israf bir dəfə bizdə oldu, israf videolarda, yəni mən onu çəkməyə də bilərdim, göstərməyə də bilərdim, amma orada elə bir səhv bir iş yoxdur. Mən mamamgilə olanda mən qreçka bişirib qoymuşdum uşaqlara, onu sevirlər. Ketçupla, toyuq da içində var idi, toyuq da bişirmişdim. Amma gəldim ki, qreçkadan qalmışdı. 6 gün, 7-ci gün idi. Mən 7-ci gündə mən onu qonşunun toyuğuna verdim. Çünki onu çəkməyə də bilərdim. Hə, bax o hardasa bəlkə də ola bilər israf, amma yenə də elə israf deyil. Zibilə atmadım. Yəni onu qonşunun toyuğuna verdim. Çünki evdə olmamışam, yeyilməyib. Uşaqlar mən evdə olsam, hə, yedizdirərdim onu onlara, amma başqa nələr saldırıb yeyiblər, o qalıb. Hə, o bəlkə də olsun israf, amma ki, yemək yeyilirsə niyə israfdır? Mən çox bişirəm, o demək deyil ki, mən onu çoxlu bişirdim və sonra atmırıq ki. Yəni, heç bir dilim çörək bizim evdə çox təsadüf ola bilər ki, yığılar çörək, 1-2 dilim ondan bundan və soyuducuya qoyuram hal-hazırda ki, xarab da olmasın da xanımlar. Qonşunun toyuğuna yenə verərəm, belə. Yəni, israf başqa şeydir məncə. Mən israf heç vaxt etməmişəm də, etmərəm, sevmirəm. Hə, belə xanımlar. Bu da belə bişəcək xanımlar. Baxaram, sonda yağı az olsa, yenə əlavə edərəm. Baxarıq. Birinci istədim göbələyi belə doğrayım, qaynanmış, qaynar suya salım, bir qaynamaq kimi eləsin, söndürüm, süzüm. Dedim, yox, heç vaxt elitməmişəm. Birdən pis olar, göbələyin dadı itər. Etmədim. Yəni, bu çıxan qara suyuna görə istəyirdim elə eləmək. İndi bu da çıxır, sonra çəkiləndə göbələyin də rəngi qara olur. Baxın, belə göbələk ötmüş göbələkdir, xanımlar, qara. Amma elə olur, sveji göbələk, onun o iç səsi heç qara olmur. Amma bu içi qaradırsa, o ötkündür. Ona görə dedim, çox saxlamayın, bu gün pişirim. Hə, belə bunu da yığışdırım, götürüm buradan xanımlar. Bu bişdi xanımlar, bunu söndürdüm. Belə baxın, görürsünüz nə qədər göbələkdir, çox az qaldı. Yəni bu gün yeyiləcək, sabaha bundan heç bir şey qalmayacaq. Yəni bu gün qutaracaq. Həm sevilən yeməkdir, həm də azdır. Burada nə var? Bilirəm ki, lobya qalacaq, bu yeyiləcəkdir. Belə bu hazırdır. Və lobyanı da çıxartdım, isinsin, isinər. Belə xanımlar, pomidor xiyar da çıxartdım. Baxın, belə balaca pomidorlar alıb, amma çox qəşəngdir, şirindilər. Burada da çörəyi islatdım, süfrəndə yuyub da götürəcəm. Belə smetanımızdır, hələ işlənməyibdir, təzədir. Axşam 2 dənəsini aldıq.
Belə buzağlı çörəyidir. Pomidor xiyarda doğrayım, çörək islansın, onu da yerləşdirim plastik qabına, saxlama qabına. Yeməklərim də hazır. Hal-hazırda 2-nin yarısıdır. Saat 2-yə qədər yeməklərim hazırdır. Günorta yeməyini bilirsiniz, bilmirəm də indi zövqlər müxtəlifdir. Kim necə sevirsə. Yəni lobya da qoyaram. Göbələk bəkəli adam var, yemir, lobyadan yer. Pomidor xiyarda doğrayım. Smetandır. Yəni belə Allah verənlər evimizdə olanlar xanımlar. Allah hər birinizin ruzinizi bol etsin, əzizlərim. Canınızı da sağ etsin, həyatınızı gözəl etsin. Belə. Xanımlar, yeməklərim hazırdır, hazırladım, Nuraya da çəkdim. Özünə qaşıq götür, Nuray. Gəl, çək. Açma, səliqəli aç ki, neçəsini də açırıq, birini aç. Nə olsun, onu qoy xalatirnikə. Üstünə bir qaşıq götür, nə olur götürəndə. Hər bir dəfə də isitdim. Rafa dedim ki, zəng eləsin, üstəyə gəlsin də. Yeməklərini mən də hərəsini bir boş qaba çəkim. Belə. Prosta səliqəli aç, bir qaşıq üstündən götür, orada nə var ki? İkisini də birdən açmayıq. Onu götür, hə, onu vəbşi götürək, çıxart. Peki ben sonra yine istedim. İşte, get smetanı mı? Evet, sonra. Koy. Otur yeni şöyle. At götür, hansı çörəkdən götürsən götür. Xalacikdə yenə çörək var, ağ çörək yenə var. İşlənmiş də yarımı çıx Nuray. Tarafdan sən gözləyək görək nə cavab verir, nə vaxt gəlir usta. Mən də yeməkləri çıxardım. Mən işlərimi bitirdim, abeddə olundu, qabları yudum, yığışdırdım, getdim paltarları da qatladım, daha yerləşdirdim şkafları. Elə bir işim yoxdur xanımlar. Əslində evləri tozsurlamaq istəyərdim, amma etməyəcəm. Rafla yenə danışdıq. Hal-hazırda saat 3-dür. İndi axşam görək qapılar söküləcəkmi? Xalçaları hansını çıxardıb götürəcəm. Mən məsəl üçün bunu götürmək üçün çətindir mənə bura. Dardı. Görürsüz xalaçanı burada mən o divanı tək çıxarda bilmərəm. Ağırdı, stol tərpədə bilmərəm ki, xalçanı çıxardım. Yəni tələsmirəm. Rauf dedi ki, tələsmə, axşam gələrik birlikdə həm xalçaları götürərik, həm yataq öz yataq otağımızdakı balaca rulonda onu da götürərik uşaqlarınkini. Bunu belə qapılarda görəndə neçəsini sökə biləcəklər. Yəni tozlu, torpaqlı bir iş olacaq xanımlar. Belə. Burada belə, çünki xalçaları da buradan belə düzərik, onsuz indi qonaq qəbul olması bir haldır qonaq otağında. Xalçaları da buradan birinci götürdüyümüz oradadır, koridorunku. Hamam otağını dəyişəndə. Əslində evdə təmizlik olmazdı, amma axşama gözləyim xanımlar. Qapılar çıxsın, sonra işimizi görərik. Belə əzizlərim, hələ ki bu qədər olsun çəkilişimiz. Nuray əslində mağazinə getmək istəyirdi, geyim mağazininə biləcərim ola. Dedim, Nuray özümü yaxşı hiss eləmirəm. Yaxşı olaram. Görək, sabahki günümüzdən göstərir, sabah usta gələcək, gəlməyəcək. Sabah həftənin birinci günündə kursda dərsi yoxdur. Deyirəm, məktəbdən gələrsən. Hər şey yolunda olsa sabah günortadan sonra gedərik. Ustanın günorta yeməyini verərik, sonra gedərik. İndi heç hazır deyiləm getməyə heç yerə. Narahatam, deyirəm, sən də uşaqsan. Mənə görə pis olarsan, oturaq evimizdə. İnşallah sabah gedərik. Bir yenə geyim almaq istəyir, özünə biləcərim oradan. Rauf da işdən gəldi, xanımlar aldı. Qap şamponudur bu. Bu qap şamponudur. Bu əl yumaq üçündür. Zəng elədi, görüntülü, mən dediklərimi aldı. Bu qap şamponudur. Belə, mən avı paraşokunu istədim, avı. Orada kişi dedi ki, yoxdur avı, indi qutarıb. Rüyada nədir dedi, rüyal dedi, rüya dedi. Rüya. İnan demirəm, mağazindən alıbdı. Dedi 9 kiloluqdur, hara yazdı 9 kilo səbir, 9 kiloluqdur. İndi 2 dəfədir bunu istifadə edəcəm. Belə bunları alıbdı. Və burada Nuray üçün ayaqqabı gətirib giyinsin, baxsın Nuray görək
Hələ bir özümə xoşum gəlirmi modeli necədir? Görək necə bir qapılarda. Oy, bu da bağlıdır belə. O, bu parça kimi bir şeydir. Yaxşıdır, pis deyil. Nuray diktaban istəyirdi. Nə bilim. Görək Nuray xoşu gələr. Ustanın yanına keçdi. Bunları bura qoydu, keçdi ustanın yanına. Bu necə bir şeydir. Bu məncə daha rahat oxşuyur. Əslində bunları şəkildə atmışdı mənə. Mən seçdim ki, bunları gətirən azından bunlar yaxşıdır. Belə bir. Bu da qəşəngdir. Bu yaxşıdır daha. Tabanını burası incitməsə, misal üçün, burası ayağını incitməsə, bu da qəşəngdir. Bu tabanı da biraz balacadır bunun, bu daha rahatdır. Bu çox uzundur. Nə bilim, görüm özü bəyənəcək, bəyənməyəcək. Mağazinə getmək istəyirdi məndən. Dedim, Nuray, narahat, sabah gedərik. Bəlkə də heç bəyənməyəcək, özü buradan alacaq. Deyəcəm, amma ki, buradan alaq. Belə, bunları evə qoyum. Nurka xanım baxsın, o bunların iyisi. Belə xanımlar, paraşokumuz da alındı, şampunlarımız da alındı. Havada belə küləkli. Atan gətirdi ayaqqabı. Bax. Bunları mən bəyənmişdim. Söndür onun səsini. Biri belədir, Nuray. Bax, bu daha qəşəngdir. Bu da qəşəngdir, hə? Həm tabanı biraz aşağıdır bunun, həm bu daha rahat oxşuyur. Gəl bunu da götür, bax. Qız kabuluk istəyir, mən niyə narazılıq etmirəm, çünki boyu balacadır, deyirəm də qoy istəyir, qoy alsın. Xanımlar, evdə paraşok baxıram ki, bunun da içində qalıbdır. Bunu qutarmamış, o birisi videoya keçmişəm. Bax, evdə olan paraşokum buydu, xanımlar. Baxın buna. Bir kamerada görünür. Bunun granulları daha çox mavi var içində. Amma bunu açdım belə. Bunda qırmızı, rozvu da belə. Bu başqa cürdür. Amma yenə də o vidrənin üstündən tökəcəm. İkisini də doldurum. Bunların ikisini də doldurum, xanımlar. Belə doldurdum vidrələri. Çox dolu olmadı yenim. O eyib yox da, bunu bağladım kimdir bir daçan. Belə bu qədər. Biraz da içində var. Çox xanımlar, paraşoklarımız da oldu. Ha, buranı vurdu. Qəşəngdir. Dərd et. İçindən patlamışları vuracaq, bunların içində olsun. O birisi tərəfi təmiz düzəldir. Ha, forçika da qoyuldu beləsinə, hə, bizimki kimi. Belə. Qəşəng lambirdir. Şeyin sumkasında da baxın. Və işıqlar nətər burada, nə Yox, olacaq? onun özünün işi olur. Bilirəm, nətəri? Yapışında bir hamam için. O bizim təmizdir. Bura hələ bir elə şeydir. İki dənə laminat tarafı da var. Yaxşı da 2 kvadrat aldım. Mən kvadrat yazdım. O 2 kvadrat aldım. Buranı təmiz tutar. İşıq yoxdur burada. Yox. İşıqlar da boşdur. Burada, orada qutarmışdı, nə var ki? Orada Oranın divarı da qutarmışdı. təmizlənmir. Onun hamısının arasını təmizləyib simit vuracaq sabah. Orada təmizlənmir. Lambir elə bir o yanda çatmamışdı, hə? Şey, nədir, yerə vurulan, Laminat, hə? laminat. Lambirlə laminatı səhv salıram, elə hamısını lam deyir, axırını səhv deyirəm. Bugün bu otağı vurubdu deyəsən, hə? Hə, qutarıbdı. Pəncərələrin də şüşəsi dəyişiləsidir, o qırıqları çoxdur. Bunda qırıq var. Buralar nə gündə? Təbii bu da qırıqdır.
Bu da qırıqdır. Hə. Buranın hamısını Bu da üstü çarpacağım. qırıqdır. Bütün hansı var, ha, hamısını gəlsin dəyişsin, hamısını külək sındırdı. Çox Açıq vurdu qaldı çat. orada, hə. Sen qapıları salsın görün. Hə, qapı. Sabah çıxası oldu qapılar. Hə. Sən evdə olmayanda Hə, səhər gün ortadan öz eləyə bilər. Hə, gün orta gələcək. Hə. Gün orta gəlib gələcək. Yine öz qapımız nəyəsə yaradı gördüm. Hə, öz qapımız yaxşıdır, mənim qapım. Bu neçəydi boylu bu? Hə də 11-12 ildir. No вот так. Və plint salınıb. Hamısı alıb. Söndürdü oranşanları. Rəşad da sağ olsun buranın çox zibilini təmizləyibdi. Hamısının korobkaları, laminatın, lamberin korobka, zibil bu çox idi. Buraları səliqəyə salam. Yenə də pis gündədir. Onsuz da yəni işlənilir də hələ ki. Pişiyimizə bax, pişik də var orada. Nə qədər əşya var. Oy. Sonra deyim Rəşada bunları yıxsın. Bir gün maşın çağırın, burada nə var hamısını yıxsın, apartını yıxsın. Həyət evi belədir də qurtarmır. Torpaq olduqca adam nəsə tikmək istəyir. Tikdikcə də zirzibil, taxta, dəmir, ağac, nə desən. Ütü. Gəlin. Ay Rəbb, bu ütülər nənənin ütüləri mən gətirmişdim. Bax, mən nəyimə lazımdır bunu gətir. İçindeydi, Sevinç. Nədir? Bir dənə o gün baxıram. Bir dənə möhkəm salafan. Nənənin Salafanın içində də. ütüləridir. Yapışıb bu da. Dəmir satanlara vermək olar, nə qədər dəmir dümür var həyətdə. Özümə biznes açım, mən də bütün bir də gördün lazımlı dəmirlərə kimi hamısını verdim. Neyse, gedək. Buralarda şey bin, nə tökəcəksən buralara Raf, yolu. Şey beyin, daş görürüz, şey beyin. Toyuq yoxdur, görsənə tər ot çoxaldı. Yaxanlıq çox burada. Həm də toyuğumuz da yoxdur deyə belə otlandı. Belə işlər. Bu senin maşından düşüb, yoxsa?